Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında əsasnamədə dəyişiklik edib. Bizim media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə torpaq məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinin əlavə torpaq sahələrinin cəlb edilməsinin zəruriyyəti yarandıqda kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri ilə əvəzləndirilməsinin məqsədə uyğunluğuna faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənməsinin yerin təki haqqında qanunvericiliyinə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sayəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.